Salam əziz izləyicilər. Bugünkü dərsimiz çox qısa olacaq. Bu nə ilə əlaqədardır? Mən deyim, deməli, mənə bəzən suallar verirlər deməli, tələbələrdə. Yeni AutoCAD-la məşğul olan şəxslərdə olur səhvən buna deyirlər əmrlər sətri. Komandını straka deyirlər rus dilində. Bu işləyən vaxtı təsadüfən bunu bilmədən bunu bağlayırlar. Belə vuranda burada çıxır belə bir pəncərə. Burada yazır ki, təzədən yerinə qaytarmaq üçün Ctrl üstə gərək 9, yəni bir yerdə Ctrl 9 düyməsini basmaq lazımdır. Əgər bunu belə basırsa, burada quş qoyanda bu tamamilə həmişə bağlı olur. Qadağa qoyuruq deməli bu pəncərənin çıxmasına. Amma mən vurmuram. Beləsinə buradan da eləyəndə bu itir. Onun deməli yerinə qaytarmaq üçün Ctrl 9 düyməsini basırıq. Belə. Görsə çıxdı. İndi bəzən görürsən ki, bəzilərində bu çıxmır. Çıxmayanda onda mən bax burada bunu bağlayıram. Bunu bağlayıram. Burada deməli rejimi dəyişmək lazımdır. Bax burada görürsünüz, burada yazır ki, anotasiya və deməli rəsmi xətt belə tərcümə olunur. Bu rejimi dəyişəndə, tutaq ki, bunlardan birini 3D modelləşdirməni vuranda, görürsünüz, bu çıxdı. Belə də olur. Deməli, birinci göstərdiyim qaydada da bunu qaytarmaq olur yerinə. Bunu elə sizə demək istəyirdim ki, mən bunu tələbələrə yaxud soruşanlara mən onu izah edirdim, amma video dərs kimi bunu verməmişəm. Ona görə də özümə vacib bildim ki, bunu video şəklində də çəkim kanaldan. Siz sualı yazanda o çıxsın, siz bu probleminizi həll edə biləsiniz. Sağ olun. Yeni video dərslərimizdə sizinlə görüşmək ümidi ilə salamat qalın.